Azərbaycanın pensiya sisteminin maliyyə dayanıqlılığında hər hansı risk müşahidə olunmur. Mətbuat az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilib. Nazirlik bəyan edib ki, ənənəvi olaraq hər il olduğu kimi bu ildə qurum fiskal orqan olaraq ölkənin orta müddətli və uzun müddətli dövrdə qarşılaşacağı müxtəlif sosial, iqtisadi, humanitar və fiskal riskləri öz təhlillərinə daxil edir və bu risklərin uzun müddətli perspektivdə qarşısının alınması üçün baxışlarını təqdim edir. Nazirliyin dərc etdiyi orta müddətli xərclər çərçivəsi sənədinin orta və uzun müddətli risklərin qiymətləndirilməsi bölməsində qeyd edildiyi kimi, hazırda ölkəmizdə orta müddətli dövrdə fiskal dayanıqlıq, o cümlədən pensiya sisteminin maliyyə dayanıqlılığında vəziyyət qənaətbəxşdir və hər hansı risk əlamətləri müşahidə olunmur. Orta müddətli xərclər çərçivəsi sənədinin əhatə etdiyi 2026-2029-cu illərdə hökumətin qarşısında duran əsas və prioritet vəzifələrdən biri ölkə əhalisinin sosial rifahının yüksəldilməsi və həyat keyfiyyətinin davamlı şəkildə yaxşılaşdırılması olacaq və bu məsələ daimi nəzarətdə qalacaq.